Dəyərli izləyicilər, gördüyünüz kimi biz hal-hazırda Ağcabədi rayon Qarabağ küçəsindəyik. Qarabağ küçəsi Ağcabədi rayon mərkəzində yerləşir, böyük bir küçədir. Gördüyünüz kimi burada hansı ki, buradakı elektrik dirəkləri pis vəziyyətdə və bərbad vəziyyətdədir. Çürümüş, qurtlamış üzü iştirak vəziyyətdədir. Yəni bu küçənin sakinləri bizə müraciət edib ki, xahiş edirəm dəfələrdən demişik, bir tədbir görmürlər. Gəlin bununla bir bağlı bir çəkiliş edin. Biz də gəlmişik, görürük ki, həqiqətən də burada biri var, aşır, pis vəziyyətdədir. Və gördüyünüz kimi, yəni burada işıq idarəsi müdürünədir sözüm. Xahiş edirəm, hörmətli müəllim müəllim, biz siz çox istəyirik. Amma yəni o işıq idarəsinin həyətindəki gördüyünüz elektrik dirəkləri kimdən ötürdü, nədən ötürdü bilinmir. Qardaş, siz öz ailənizi qoruduğunuz üçün burada yaşayan insanlar da öz ailəsini qoruyur da, bu təhlükədadır. Qurtluyu və yoxdur, müəllim, yoxdur, ortası yoxdur. Bir çıxın gəlin də bir o isti kabinetindən, sərin kabinetindən çıx çölə bir gəz Ağcabədi küçələrin gör nə vəziyyətdədir, qardaş. Olmur axı belə də. Bu bir dənə zəhmət olmasa bu Hindistanda da yoxdur, Afrikada da yoxdur. Cungulyada da yoxdur belə elektrik dirəkləri. Qardaş, bu niyə belədir, niyə belə işləyirsin? Allah dövlətimizi, millətimizi qorusun. Allah cənab prezidentin canını sağ eləsin. Dövlət sizə təminat verib də sizin hansı ki anvarınızda işıq idarəsinin həyətində nə qədər elektrik dirəkləri var? Bunlar kimdən ötürüdür? Nədən ötürüdür, hörmətli müəllim müəllim? Xahiş edib bu haqda bir tədbir görün. Kolxoz olubdan, kolxoz yeridir. Bəli. Bax, bir qrup burada külək olan kimi elə, işıqlar keçib həftələrlə, çağalarımız var, qocalarımız var, işıq görmür. Şalman deyək ha, düşüb tualetin üstünə onu gəlib işıq idarəsi onu eləmir. Onu çəkib, onu çıxardıb aparmır. Yararsızdır, toku yox, bir şey yox. Ondan sonrasına. Bu da çürüyüb deyəsən xala. Bu da çürüyüb. Bu da indi hansı linada onun yazığın yetimin evinə su yandıracaq bilmirəm. Bax elə. Bu şalmanlardadır, hamısını çək, işıq görmürük biz. Qarabağ küçəsi işıq görmür. Dəyərli izləyicilər, yenə Qarabağ küçəsi. Yenə perekoz durmuş, əyri durmuş elektrik dirəyi. İnansam bu elektrik dirəyi dəmir turbadandır. Bax, gördüyünüz kimi əyilir, aşır. Bir dənə təkan lazımdır. Burada da ki, internet şunuludur, telefon şunuludur, qaçışıb bir-birinə. Bilinmir hansı, necə, nətər. Hamısı da üstü açıq xətdir. Bax, bu əyilsə, düşəcək burada məhliyə. Burada da körpü uşaq yaşayır. Bax, bunu kim cavab verəcək? Bax, mən başa düşə bilmirəm. Kim cavab verəcək, bilmirəm. Ona görə də xahiş edirik, cavab verə bilmədiyiniz bir işin ötəsindən gəlin. O gördüyünüz kimi meyvə ağaclarının arası ilə gedir. Üstü açıq naqillərdir. Bu meyvə ağacıdır. Bax, adam ürək istəyir ki, gedir bir meyvə qıra yiyə. Üstü açıq da xətdir, yağış yağır. Sıracı da Allah göstərməsin bir hadisə, bədbaxt bir hadisə baş verəcək. Gördüyünüz kimi bax, bu elektrik dirəyi aşmaq üzrədir. 10% qalıb, 90% aşıb 10% qalıb. Xahiş edirəm, bu haqda bir tədbir görün. Hansı ki, burada elektrik dirəyi var, şalman deyək də. Burada məhəllənin içindən keçir, meyvə ağacları var. Bax, indi uşaqdır da, ürəyi istədiyi meyvə vaxtıdır bu saat. Bilirsiniz ki, bax, düz yerdən gedir də, meyvə ağaclarının içi ilə gedir. Bir dənə zəhmət olmasa, baxın. Bu olmaz axı, vallah billah olmaz. Hörmətli müəllim, hörmətli işıq idarəsinin işçiləri, xahiş edib bu haqda tədbir görün. Burada bizim balalarımız yaşayır. Burada körpə balalar yaşayır. Bax, ağaçlığın içi ilə gedir kabellər, gördüyünüz kimi. Bir dənə zəhmət olmasa, o biz tərəfdən götürün, baxın buna. Gördüyünüz kimi, bax, tut ağacıdır, bax, meyvə ağaclarıdır, məhlədir. Bax, ağacların içi ilə keçir. Üstü də, çoxunun da açıqdır. Bir balaca küləyi oldu, pis yox. İşıqlar da keçir, təhlükədir. Burada yaşayan vətəndaşlara görə. Baxın, bax, görürsünüz, dəyərli izləyicilər. Xahiş edirəm, bu haqda tədbir görün. Ağacın da budağı qırılıb, düşüb üstünə. Daram da çəkib, inanırsan, bir balaca da küləyi olan kimi qırılıb düşəcək yerə. Bu elə bir ki, bu ağacın altında məhlədir də. Burada kimsə oynayır, bir körpü uşaq oynayır. Ağac da qırılıb, qalıb üstündə. Gəldi, düşdü də uşağın, Allah göstərməsin, bir bədbaxt hadisə baş verdi. Baxı, belə bir bədbaxt hadisələr çox olub. Körpə balalarımızın həyatından son qoyulub. Biz də istəmirik ki, bu hadisə burada da təkrarlansın. Qarabağ küçəsindəki bu elektrik naqilidir, üst açıqdır, bu meyvə ağacıdır. Yəni, işıq idarəsinin elektrik dirəyi olmadığından meyvə ağacından istifadə edib, üst açıq naqilləri görürsünüz, haradan keçir.
deyəndə də oluruq pis kişi, pis insan. Niyə pis kişi oluruq, niyə pis insan oluruq? Qoy elə mən pis kişi olum, hansı ki bir evladın, bir körpə balamızın həyatını tutaraq bu təhlükədə. Xahiş edirəm, ay hörmətli İşıq İdarəsinin işçiləri deyim, daha müdirə müraciət eləməyəcəm. Ona görə də müraciət elədikcə heç bir tədbir görmürlər. Gördüyünüz kimi baxın, xahiş edirəm. Düz ağacın içinə keçirib dalayıblar ağaca. Baxın, nə bunu yalan demirik axı. Bu göz qabağındadır axı. Bunu bütün vətəndaşlar görür, bütün insanlar görür. Amma niyə İşıq İdarəsinin işçiləri bu vəziyyəti görmür? Xahiş edib bu haqda bir tədbir görür. Bu ərzaq mağazasının qarşısındayıq. Bax, inanırsan, bu elektrik dirəyi daşır. Təhlükədədir. Bu mağazaya uşaq gəlir, böyük gəlir. Heç mağazanı qoyduq qırağa. Bu yolla gedir, gəlir bütün vətəndaşlar. Bu əyridə düşür. Gördüyünüz kimi, bunu biz görə bilirik. Vətəndaş görə bilir. Bu İşıq İdarəsinin ümumiyyətcə gözləri bilmirəm, niyə görmür. Gördüyünüz kimi, müstahcı xəttlərdir hamısı. Bir dənə zəhmət olmuş. Hamısı da calaq-calaqdır, dəyərli izləyicilər. Gördüyünüz kimi, calaq-calaqdır. Bu təhlükənin xahiş edirik qarşısını alın. Hörmətli İşıq İdarəsinin işçiləri, aidiyyəti qurum, xahiş edib bu haqda bir tədbir görün. Vallahi həqiqətən də təhlükəlidir, inandırım. Baxın da, ola bilər, bura biraz Qarabağ küçəsi böyük küçədir, gələ bilmirsiniz. Yəni, gəzmirsiniz də. Gəzənlər də bu İşıq İdarəsinidir, bu küçələri gəzənlər də heç bir tədbir görmür. Ya gedib məlumat vermir. Gördüyünüz kimi, bərbad vəziyyətdədir. Dəyərli izləyicilər, gördüyünüz kimi İşıq İdarəsinin həyətidir. Yetərincə materiallar var, yetərincə də elektrik transformator da belə deyil. Gördüyünüz kimi, bunlar kimdən ötürüdür, nədən ötürüdür bilinmir. Bu gördüyünüz ağ korobkalar böyük, hamısı transformatordur. Elektrik şəbəkə kutusuda. Bunlar kim üçündür, nə üçündür? Görən bu hörmətli Malih müəllim bunları niyə istifadə eləmir? Ağcabədidə bütün küçələrində, şəhər küçələrində Milli Qəhrəman Sadiq Hüseynov, Etibar İsmail küçəsində bərbad vəziyyətdədir bu elektrik dirəkləri. Bunu niyə dəyişmir? Bunlar nədən ötürüdür? Bu transformatorlar hamısı bərbad vəziyyətdədir, üstü açıq. Aparın, vurun da, qoyun da, nə üçün də? Allah dövlətimizi qorusun, Allah cənab prezidentin canı sağ eləsin. Biz qalib bir ölkədə, hüquqi bir ölkədə yaşayırıq. Qalib dövlətin, qalib prezidenti bu qədər büdcədən pul ayrılır, nədən ötürü, kimdən ötürü? Bunlar nədən ötürüdür? Xahiş edirəm, bu haqda bir tədbir görülsün. Maşallah, bu da İşıq İdarəsinin binası, böyük bir binadır, gördüyünüz kimi, nəhək bir binadır. Bilmirəm, bu binada oturanlar kimə nəyə qulluq edib.